وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Salam aleykum şeyx. Allah sizə bərəkət versin. Aleyküm salam. Şeyx, belə bir sual var idi. Keçən dəfə izah etmişdiniz ki, həm təbdidə, həm təhsirdə, həm də bəyanda bunu bidətçilərə tətbiq edərkən sələfin üsulu var, mənhəci var. Mərhələlər var. Bəli. İndi sual belədir ki, şeyx, bunu sələflər arasında dünyavi məsələlərdə və yaxud da ünsiyyət məsələlərində bunun tətbiqi necədir? Elhamdülillah. Bilirsiniz, yox, təbii ki, bunun lazım deyil tətbiq etmək dünya məsələlərdə. Məsələn, ticarətdir və ya kimsə məsələn inciyib kimsə sözündən. Bunun başqa cür yanaşma lazımdır. Birinci oturmaq, aydınlaşdırmaq. Ümumiyyətlə, ticarət, qardaşlar, ticarət olanda birinci yazmaq, şahidlər olmalıdır. Lakin görürsən, hətta bu olanda da görürsən problemlər olur. Problem budur ki, bunda da problemlər olur. Lakin buna görə lap belə dərinə varmaq lazım deyil. Ədavət gətirməyi və s. Təhsir eləməyi. Dünya məsələyə görə lazım deyil. Bu dünya məsələyə də küsmək 3 gündən artıq düzgün deyil. Bəli, ola bilər, sən oturma ondan. İnciklik var da insandır, qəlbi inciyib. Ancaq küsmək zat 3 gündən artıq o dünya məsələlərə aiddir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, 3 gündən artıq küsmək olmaz. Belə məsələləri birinci başlayanda düz başlamaq lazımdır. İkinci də problem olanda qayıtmaq lazımdır. Birinci Allah və Rasuluna. Allah Subhanahu taala necə buyurur? Və in tanaza'tum fi şey. Əgər bir şeydə ixtilafa düşsəz, farudduhu ilallahi və Rasul. Allah və Rasuluna qaytarın. Və ona görə qaytarın məsələn alimlərə, elm tələbələrinə, o cür həll edin məsələni və salam. Lakin birinci düzgün başlayın sonra. Birinci başlanmır düzgün, sonra ixtilaf düşür, aləm qarışır bir-birinə. Aydındır, biraz səbirli olmaq lazımdır. Bəli, ola bilər, nəsə olsun, amma bu məsələnin həlli var, qaydası. Aydındır, durub təbdi eləməyi, dünya məsələyə görə və ya təhsil eləməyi, əsasən şəri terminlərdir o əsasən. Onlarda istifadə olunur. Aydındır, yəni belə eləmək lazımdır. Birinci, əgər şərtlər bağlanırsa qoymaq, birinci görüşməyi, sonra həmçinin şahidlər olsun və ya axsaqqallar olsun, elm tələbəsi olsun, alim olsun. Belə həll edin məsələni və salam. Amma məsələ belə həll olunmur, ona görə problemlər çıxır. İnsan kim nə gəldi danışır, kim nə gəldi eləyir. Bu ticarət məsələləri elədir ki, qardaşlar, həmçinin mühüm məsələ nədir? Qıraq müdaxilə eləməsin. Qıraq, sən bilmirsən necə olub söhbət. Aydındır? Sən bilmirsən, o iki nəfər arasında olan məsələdir. Bilmək üçün gərək oturasan, hər iki tərəfə də qulaq asasan. Özü də bu elə məsələdir ki, bir tərəflə hökm vermək düzgün deyil. Gərək hər iki tərəfə qulaq asasan. Təbii ki, insanlar da bu təbiətlərindəndir, hər kəs öz xeyrinə danışır. Aydındır, ona görə məsələn, qazi və ya sən sıravi adam belə məsələlərdə ehtiyatlı olsun. Çünki birdən böhtan olar, birdən girərsən günaha. Qiyamət günü cavab verəcəksən. Aydındır, belə məsələlərdə ehtiyatlı olun. Allah bilir. Esselamu aleykum. Aleyküm salam.